karbonat və maqnezium oksiddən ibarət olan M qram qarışıq qabda yalnız oksid alınana qədər qızdırılır. Deməli, əlimizdə bərk maddələr qarışığı var. Bu qarışıq maqnezium karbonat və maqnezium oksiddən ibarətdir. Aha. Və bizə deyir ki, maqnezium karbonat, maqnezium oksiddən ibarət olan qarışıq qızdırılır. Aydın məsələ ki, maqnezium oksid qızdırılanda parçalanmayacaq, ancaq maqnezium karbonat parçalanacaq. Maqnezium karbonat da parçalananda maqnezium oksidlə karbon qazının qarışığını əmələ gətirəcək. Və bizə deyir ki, qızdırılma o vaxta qədər davam etdirilir ki, sistemdə ancaq bərk maddə kimi oksid, daha doğrusu sistemdə ancaq qarışıq yalnız oksidlərdən ibarət olur da, yəni belə deyək də. O demək ki, maqnezium karbonat tamamilə parçalanacaq, maqnezium oksid karbon qazla maqnezium karbonatdan qalmayacaq, çünki sistemdə ancaq oksidlər qalır. Maqnezium oksid də nə qədər qızdırılsaq belə heç bir şey baş verməyəcək, yəni reaksiya daxil olmayacaq. Ona görə biz reaksiyanın maqnezium karbonatın parçalanmasına əsasən baxacağıq. Deməli, maqnezium karbonat parçalandı, maqnezium oksid karbon qazı yaratdı. Maqnezium oksiddə heç bir şey olmadı, olduğu kimi sistemdə qaldı. Sonra nə deyir ki, bu qarışıq, maqnezium karbonat və maqnezium oksid qarışığı ikisi birlikdə əvvəlcə M qram olubdu. Bu zaman deyir, bərk maddənin kütləsi 2 dəfə azalmışdı. İndi bərk maddənin kütləsi 2 dəfə azalıbsa, aydın məsələdir ki, burada azalma bərk maddənin kütləsi karbon qazına görə ola bilər. Düzdürmü qızım? Aha, yəni karbon qazı uçur gedir havaya və bərk maddənin kütləsini azaldır. O deməkdir ki, bu, deməli, sonda bizim əlimizdə ancaq maqnezium oksid karbon qazından ibarət olan bir qarışıq yaranır və bu zaman əvvəlki M qramlıq maqnezium karbonat, maqnezium oksidin kütləsi deməli, artıq 0,5 M qram maqnezium oksiddən ibarət olacaq. Niyə? Çünki bərk maddənin kütləsi 2 dəfə azalırsa, əvvəlki bərk maddələrimiz M qram idisə, maqnezium karbonat, maqnezium oksid ikisi birlikdə, sonda bərk maddə olaraq ancaq əlimizdə maqnezium oksid qaldısa, onda belə çıxır ki, M-imiz 2 dəfə azalıb 0,5 M yaradanda, sonda əlimizdə ancaq maqnezium oksidlər qalacaq və bunun da kütləsi 0,5 M qrama bərabər olacaq. Yaxşı, onu necə yazarıq? İndi bilmirik ya hərəsinin kütləsi nə qədərdir. Düşünürəm ki, gəl hərəsinə bir mol verək. Maqnezium karbonata X mol deyək, maqnezium oksidə də Y mol deyək. Bunların ikisi birlikdə əvvəlcə M qramlıq bərk maddə yaradır. İndi bunu necə taparıq? Maqnezium karbonatın M-ni hesablayaq 24, 12, 48. Eləcə 84. 84 X qram maqnezium karbonatım olubdur. Maqnezium oksid də maqneziumumuz 24, oksigenimiz 16. Deməli 24 ilə 16-nın kütlə cəmi mənə verəcək 40. Deməli 40 Y qram da bu olub. 84 X ilə 40 Y-in cəmi M qrama bərabərdir. Sonda X mol maqnezium karbonat, X mol maqnezium oksid yaradır. Y mol maqnezium oksid də olduğu kimi qalır, çünki parçalanmır. Sonda bərk maddəm X mol maqnezium oksiddən ibarət olacaq, hansı ki bu 40X-dir. Y mol maqnezium oksiddən ibarət olacaq, hansı ki bu 40Y-dir. Bunların da deyir ikisi birlikdə 0,5 M qramlıq kütlə verir bizə. Razısan qızım? Bura qədər hər şey aydındır mı sənə? Yəqin ki, aydındır, hə qızım? Bəli, mən başa düşdüm. Eşidirsən məni? Hə, yaxşı qızım. O zaman gəl bunu həll eləyək. İndi yuxarıdakı M-i 0,5 M-ə bərabərləşdirmək üçün yuxarıdakı M-in hər tərəfini 0,5-ə vuraq. Olacaq 42X üstə gəlinsin 20Y. Aşağıdakı 0,5 M-i bunu bərabərləşdirək. Bərabər olacaq 40X üstə gəlinsin 40Y-ə. Buradan tənliyi həll etsək 2X-imiz bərabər olacaq 20Y-ə. İxtisarımızı aparsaq X-imiz bərabər olacaq 10Y-ə. Yəqin ki, aydın oldu, eləmi qızım? İndi deyir ki, qızdırılmadan sonra, yaxşı, qızdırılmadan sonra qabda olan bərk qalıq tam həll olana qədər üzərinə xlorid turşusu əlavə olunur. Qızdırılma prosesi zamanı ayrılan qaz isə artıq miqdarda əhəng məhlulundan keçirilən zaman nə deyir burada? O bir dənə bu hissəsini pozum, özüm gözüm görmür nə yazıbdır burada. Aha, nə deyir bizə? Qızdırılma prosesi zamanı ayrılan qaz isə artıq miqdarda əhəng məhlulundan keçirilir. Keçirilən zaman qazın hamısı N qram çöküntü alınana qədər sərf olunur və əhəng məhlul olan qabın kütləsi 8,8 qram artır. Yaxşı, okey, gəlin davamına baxaq. Deməli, deyir ki, qızdırılmadan sonra bərk qalıq üzərinə xlorid turşusu əlavə olunur. İndi qızdırılmadan sonra əlimdə qalan bərk qalığım nədən ibarətdir? Maqnezium oksiddən ibarətdir. Hansı maqnezium oksiddən? X mol maqnezium oksid yeni yaranmışdı. Y mol maqnezium oksid də sərf olmayıb qalmışdı. Onda belə çıxır ki, sonda mənim əlimdə olan maqnezium oksidim, X qədər maqnezium oksidim var. Bu 10. Y mol maqnezium oksid. Yəni belə deyək də, belə deyək də, Y gəlin X-dən ifadə edək, belə deyək də, daha rahat olsun da hesablamamız. Sonda əlimdə nə var, qızım? X mol, bax buradan yazıram. Sonda əlimdə X mol maqnezium oksid var. Bir də Y mol maqnezium oksid var. Y-də necə yaza bilərik? 0,1 X şəklində yaza bilərik də. Deməli, Y-imiz də 0,1 X-ə bərabərdir. Onda X mol maqnezium oksid yeni yaranmış 0,1 X maqnezium oksid də
əvvəldən olan maqnezium oksiddir. Onda sonda mənim əlimdə olan maqnezium oksidim olacaq 1,1 x mol, deməli, nə? Maqnezium oksid. Deməli, sonda mənim əlimdə olan maqnezium oksid olacaq 1,1 x mol maqnezium oksid. Aha, indi davamına baxaq, görək davamında bizə nə deyir. Deməli, deyir ki, bu maqnezium oksidin üzərinə H-klor əlavə olundu. Gəl yazaq. Maqnezium oksid üstə gəlsin H-klor, əmələ gəldi maqnezium xlorikli, üstə gəlsin H2O. Xlor turşusu əlavə olunur. Qızdırma prosesi zamanı ayrılan qaz isə artıq miqdarda əhəng məhlulundan keçirilən zaman. İndi qızdırma prosesi zamanı əmələ gələn karbon qazından söhbət gedir. Bu deyir karbon qazı kalsium OH2 məhlulundan keçirilən zaman qazın hamısı N qram kökündə alına qədər sərf olunur və əhəng məhlulunda olan qabın kütləsi 8,148 qram artır. Deməli, belə çıxır ki, qızım, bu artıq reaksiyadan əmələ gəlmiş karbon qazı gəlib kalsium OH2 ilə reaksiyaya daxil olacaq. Kalsium OH2 ilə həmin o karbon qazının reaksiyasından kalsium karbonat və H2O əmələ gələcək. Reaksiya 1:1 nisbətinə gedir və reaksiya zamanı deyir ki, qabın kütləsi 8,8 qram artıb. Qabın kütləsi, yəni kalsium OH2 məhlulu olan qabın kütləsini artıran qaz burada karbon qazı olacaq. Və normalda sən bilirsən ki, qabın kütləsi 44 qram artanda 1 mol karbon qazı sərf olunur da, düzdürmü qızım? Yəni bu kalsium OH2 məhluluna daxil olmuş karbon qazı gəlib qabın kütləsini artırır. 44 qram karbon qazı qabın daxilinə keçsəydi, yəni kalsium OH2 ilə reaksiyaya girsəydi, qabın kütləsi 44 qram artanda, yəni burada 1 mol karbon qazı reaksiyaya daxil olmuş olardı. İndi 8,8 qram artım varsa, gəl görək nə qədər karbon qazı reaksiya üçün sərf olunub, 0,2 mol. Deməli, bu birinci reaksiyadan zaten x mol karbon qazı əmələ gəlməli. Sizdən rəngini dəyişim, daha aydın olsun. Zaten x mol karbon qazı əmələ gəlməli idi. Həmin o x mol karbon qazı da deməli neçə mol imiş qızım? 0,2 mol imiş. Deməli, x-i 0,2 tapdıq. X-imiz 0,2-yə bərabərdir. Aydın oldu mu qızım? Aydın oldu? Bəli, aydın oldu. İndi x-imiz 0,2 mola bərabərdir. Hələ ki, bunları tapdıq. Görək nə deyir ümumiyyətlə bizə. M-i və ilkin qarışıqda duzun kütləsinin oksidin kütləsinin 2 dəfə çox olduğunu tap. M-i tapmaq üçün mən nə edəcəm? Deməli, dedik ki, 0,2 mol karbon qazı əmələ gəlib. 0,2 mol karbon qazı x moldur. Biz də dedik ki, reaksiya üçün x mol maqnezium karbonat götürülmüşdür. Deməli, reaksiya üçün 0,2 mol maqnezium karbonat götürülmüşdür. Y mol da maqnezium oksid götürülmüşdür. Y mol maqnezium oksid də 0,1 x mol deməkdir. O zaman x-im 0,2-dirsə, deməli dedik ki, yenə deyirəm, baxın, x mol karbon qazı 0,2 moldur. Reaksiya üçün x mol maqnezium karbonat götürmüşdüm. Deməli, reaksiya üçün mən 0,2 mol maqnezium karbonat götürmüşdüm. Həmçinin reaksiya üçün mən y mol maqnezium oksid götürülmüşdüm. Hansı ki, bu y mol maqnezium oksidlə x mol maqnezium karbonat ilkin m qramlıq qarışığım yaradırdı. Y mol maqnezium oksidə mən bayaqları burada 0,1 x tapdığıma görə x-im də bizə 0,2 verir. 0,2-ni 0,1-ə vuranda deməli belə çıxır ki, 0,2 molda əvvəlcədən əlimdə maqnezium oksid olubdur. Yəni 0,2 mol maqnezium karbonatın kütləsini tapmaq üçün yenəcəm. Maqnezium karbonatın bayaq M-ni hesaplamışdım. Neçə idi? Deyəsən 84 dedim, eləmi? 84-ü vuraram 0,2 ilə 16,8 qram. Onda belə çıxır ki, qızım, 16,8 qram maqnezium karbonat götürmüşəm reaksiya üçün. 0,2 molda maqnezium oksid, 0,2-ni vuracağam. Maqnezium oksidin M-i 40-a. 0,8 qramda deməli maqnezium oksid götürmüşəm. Ümumilikdə 16,8 qram maqnezium karbonat, 0,8 qramdan maqnezium oksid götürmüşəmsə, belə çıxır ki, ilkin M qramlıq kütləm olacaq 17,6 qram. Mənə deyir, M-i tap, M-imiz oldu 17,6 qram. Hər şey bura qədər aydındırmı Ülkər? Bəli, müəllim. İndi deyir ki, duzun kütləsi oksidin kütləsindən nə qədər çoxdur? 16,8 qram duz tapmışam, 0,8 qram da oksid tapmışamsa, 16,8 0,8-dən neçə dəfə çoxdur? Bunu bir-birinə böləcəksən, deyəcəksən ki, 16,8 bölünsün 0,8 21 dəfə. Nisbət 21-ə bərabərdir. Deməli, M-i tapdın nə qədər? 17,6. Nisbəti neçə tapdım? 21 dəfə tapdım. Bu oldu 58-ci sualın cavabı. Sonra 59. H-klor əlavə edilən zaman sərf olunan turşunun və alınan duzun mol miqdarını tap. Mən bayaqları burada yazdım ki, bax bu reaksiyanı yazdım. Maqnezium oksid H-klorla getdi və mən də dedim ki, 1,1 x qədər maqnezium oksidim var sonda əlimdə. 1,1 x nəyə bərabərdir? X-im zaten 0,2-dirsə, x-i bayaqları 0,2 tapmışam da mən. Onda 1,1-i 0,2-yə vuranda, deməli mənim əlimdəki maqnezium oksid 0,22 mol olub. İndi mən əmsallaşdıranda H-klorun qabağına 2 əmsal yazmalıyam. 1 mol maqnezium oksid 2 mol H-klorla reaksiya girib 1 mol da duz yaradır. Bax, qızım, burada görürsən. 1 mol maqnezium oksid 2 mol H-klorla gedirsə, onda 0,22-im də nə qədər H-klorla gedəcək? 0,22-ni vuracam 2-yə.
eləyəcək 0,44 mol. Deməli 0,44 mol nədir? H-xlor sərf olunacaq. Əmələ gələn duz da maqnezium oksidinin moluna bərabər olduğuna görə, necə ki bir maqnezium oksid, bir maqnezium xlorid yaradır, onda 0,20 kimdir? Elə 0,22 maqnezium xlorid yaradacaq. Bu da oldu əmələ gələn duzun mol miqdarı. Əmələ gələn duzun mol miqdarı və sərf olunan turşunun da mol miqdarını hesabladıq. Yəqin ki, bura qədər hər şey aydındır. Növbəti sualda gəl görək bizə nə deyir. İndi mən buradan sualı baxa bilmirəm. Qızım, sən atmısan şəkil, hə, bir dəqiqə şəkildən baxaq. Eni və çöküntünün alınmasına sərf olunan qələvinin miqdarını hesabla. Enimiz nə idi qızım? Eni hesablayaq. En nə deyirdi bizə? Deyirdi ki, qızdırılma prosesi zamanı ayrılan qaz artıq miqdarda əhəng məhluldan keçirilən zaman qazın hamısı, yəni n qram çöküntünün alınmasına sərf olundu. Qazın hamısı çöküntünün əmələ gəlməsinə sərf olundu. Bizə dedik ki, qazımız 0,2 mol karbon qazıdır. Bir karbon qazı 1 kalsium karbonat çöküntüsü yaradırsa, onda 0,2 karbon qazda 0,2 kalsium karbonat çöküntüsü yaradacaq. İndi aydın məsələdir ki, 0,2 kalsium karbonat çöküntüsü isə 0,2-ni vurmalısan. Bizə molunu soruşur, eləmi? N qram yox çöküntü. Çöküntünün bizə sadəcə olaraq kütləsini soruşur. İndi 100 qram kalsium karbonatın 1 moldur. 0,2 molda oradan kalsium karbonat yaranmalıdırsa, 0,2-ni 100-ə vuranda 20 qram. Deməli, əmələ gələn çöküntünün kütləsi 20 qram olacaq. Çöküntünü tapdıq. N-imiz 20 qrama bərabərdir. Və əmələ gələn sərf olunan əhəng məhlulda aydın məsələdir ki, kalsium OH2 karbon qazına zaten 1-in 1-ə nisbətinə gedir reaksiya. Bir karbon qazı sərf olunanda 1 kalsium OH2 sərf olunurdusa molca, onda 0,2 mol karbon qazı üçün də uyğun olaraq 0,2 mol kalsium OH2 sərf olunacaq. Sərf olunan qələbi kalsium OH2 qələbsidir. Onun mol miqdarı 0,2 moldur. Əmələ gələn çöküntü kalsium karbonat çöküntüsüdür. Onun da kütləsi 20 qrama bərabər olacaq. Aydın oldu, Ülkər, yoxsa yox qızım? Hər şey aydındırmı? Bəli, mən başa düşdüm. Yaxşı, onda aydınsa digər sualları da yönləndir mənə, baxaq.